Salam. Gəlin bugün sizinlə birlikdə 3-cü sinif ingilis dili 5-ci summativi işləyək. Birinci testdə deyir ki, what animal is it? Bu hansı heyvandır? Hippo begamot deməkdir. Giraf zürafə deməkdir. Baxırıq şəkildə də zürafə göstəriblər. An elephant fil, a lion şir deməkdir. İkinci testdə deyir ki, what animal is it? Bu hansı heyvandır? Bat yarasa, a sloth ərincək, a crocodile timsah deməkdir. Deməli C variantı timsahdır. A monkey isə meymun deməkdir. Üçüncü testdə isə deyir ki, write the missed letters, yəni sözlərdə hər boşluqları dolduraq. Burada A yazılı, yəni small balaca deməkdir. Sin arıq deməkdir. İ yazırıq bura. Sloth ərincək deməkdir. Bura o yazılır. Lion şir yazılışında bura i olur. Sonra dördüncü testdə deyir ki, choose a domestic animals, yəni ev heyvanları hansı variantda verilib? Baxırıq A variantında monkey, meymun deməkdir, ev heyvanı deyil. Crocodile, timsah deməkdir, ev heyvanı deyil. Burada da hippo, begamot ev heyvanı deyil. Deməli D variantı cat, pişik, dog, it, rabbit, dovşan. 5-də də deyir ki, translate the words, yəni sözləri tərcümə eləyin. Crocodile, timsah. Timsah, sonra bat yarasa, a monkey meymun, a lion şir, şir veya aslan. Sonra 6-cı testdə deyir ki, translate sentences, yəni cümləni tərcümə eləyin. It has big teeth. Teeth nə idi? Dişlər. Big də böyükdür. Deməli, onun böyük dişləri var. Yazağım bura. Onun böyük dişləri var. İkinci cümləmiz, they don't have small ears. Onların, don't deyir artıq burada, inkar eləyir, balaca qulaqları yoxdur. Onların balaca qulaqları yoxdur. Onların balaca, ears qulaq deməkdir. Qulaqları yoxdur. Onların balaca qulaqları yoxdur. 7-də deyir ki, it has short legs and it's fat. Which animals is it? Deyir ki, hansı heyvanların qısa, short, qısa deməkdir, qısa ayaqları var və onlar kök və piylidirlər. Hansı heyvanlardadır deyir. Atın uzun ayaqları uzundur. Bu C variantında hippo, begamotun ayaqları qısadır və o kök və piylidir. Fət, kök və piyli deməkdir. 8-də deyir ki, choose a correct pair of the antonyms, yəni antonimini seçməliyik. Slow, yavaş, fast, sürətli deməkdir. Deməli, yavaş, sürətli bir-birinin antonimidir. Burada da antonim cütlüyünü seçin deyir bizə. Long, uzun, big, böyük deməkdir. Bunu seçə bilmərik, çünki bir antonim deyil. Deməli, biri seçdik. Fat, kök, piyli deməkdir. Sin isə arıq deməkdir. Deməli, bir-birinin əksi olan bir də üçüncüdür. Long, uzun, short, qısa deməkdir. Deməli, burada da bunlar da bir-birinin əksidir. Fat, kök, piylidir dedik. Long isə uzun deməkdir. Deməli 8-də 1, 3, 4 oldu düzgün cavab. 9-a deyir ki, underline the correct variance.
Yəni düzgün variantı seçin. Hansı olmalıdır? The hippo doesn't have long legs. Hippo təkdə olduğuna görə yox. Deyək ki, hipponun uzun ayaqları varmı, yoxsa yoxmu? Deməli, biz burada doesn't have long legs yazacağıq. Çünki hipponun uzun ayaqları yoxdur. 2-də deyək ki, the giraffe has, yoxsa ya has mi yazacağıq, yoxsa doesn't have small ears mi yazacağıq? Deyir, zürafənin qulaqları balacadırmı, yoxsa böyükdürmü? Yəni, balaca qulaqları varmı, yoxsa yoxmu? Zürafənin qulaqları, bəli, balacadır. Yazırıq ki, has. Üstə deyir ki, the monkey has doesn't big eyes. Yəni, meymunların böyük gözləri var, yoxsa yox? Meymunların gözləri böyük deyil. Doesn't big eyes. Onda da deyir ki, circle the correct variant. Yəni, düzgündürmü, yoxsa səhvdürmü? It has big teeth. Yəni, şirin deyir, böyük dişləri var. Bəli, bu düzgündür. It is thin. Deyir ki, begamot arıqdır. Xeyr, begamot kök və beylidir. It has small eyes. Deyir ki, filin, yəni onun, fili göstərib da şəkildə, onun balaca qulaqları var. Xeyr, onun böyük qulaqları var. Deməli, bu səhvdir. It has small teeth. Deyir, onun balaca, small nə idi? Balaca dişləri var. Xeyr. Aha. Bugünlük bu qədər. Sonuna qədər izlədiyiniz üçün təşəkkür edirəm. Videolarımın davamını izləmək üçün kanalıma abunə ola bilərsiniz.